Ukrayna prezidenti Vladimir Zelenski necə aldadıldı? Ukrayna xalqının ən böyük faciəsi düşünür ki, güclü və ağıllı liderə sahib olmamasıdır. Bölgə TV xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədov müəllifi və aparıcısı olduğu Həftə Analitik proqramında bildirib. O, Ukrayna lideri barəsində sərt ifadələr işlədib. Rövşən Məmmədov deyib, Vladimir Zelenski aldanıldı. Nəyə və ya kimə? Onu ən müxtəlif və mötəbər beynəlxalq tədbirlərin ən yüksək kürsüsündə oturdanlara, onu bağrına basıb və əlini də kürəyinə qoyub. Qorxma, səninləyik deyənlərə. Ukrayna xalqı tək buraxıldı. İndi həmin dırnaqarası dostları əli buraxaraq qərarı özün ver deyirlər. Dilbər Vüqar-qızı, Bölgə TV. Gürültülü alqışlar, təbriklər, ilk baxışdan səmimi görünən gülüşlər, dəstək mesajları, Zelenskini bağrına basan Avropa liderləri, beynəlxalq təşkilatların rəhbərləri nə oldu? Bütün bunların hər biri saxta imiş. Lakin günahı yalnız öz mətbəxlərində çirkin oyunlar hazırlayıb, dövlətləri də bu oyunlara alət edən qoca qərbdə görmək doğru olmaz. Bugün Ukrayna xalqının ən böyük faciəsi düşünürük ki, güclü və ağıllı liderə sahib olmamasıdır. Bəli, Volodimir Zelenski aldanıldı. Nəyə yaxud kimə? Onu ən müxtəlif və mötəbər tribunalarda ayaq üstü alqışlayanlara, onu Avropa Siyasi Birliyi, Avropa Parlamenti, Avropa Şurasında ən mötəbər kürsüdə oturdanlara, onu bağrına basıb, əlini də kürəyinə qoyub, qorxma, səninlik deyənlərə aldanıldı və Ukrayna dövləti, Ukrayna xalqı üçün ən çətin məqamda, meydanda tək buraxıldı. Can I speak Ukrainian? No. Okay. Don't pressure on me. İndi həmin o dırnaq arası dostlar Kiyevə arxa çevirərək, sanki əlimizdən gələni etdik də, qərarı özün ver, deyirlər. Zaten qərar verməyə də nəsə qalmayıb. Torpaqlar işğal altındadır. Ukrayna xalqı bəlkə də 2-ci Dünya müharibəsində üzləşmədiyi dağıntılara məruz qalıb. Şəhərlər, kəndlər faktiki yer üzərindən silinib və onların yenidən bərpası üçün 10 illiklər lazımdır. Ukrayna xalqı da qaçqın həyatı yaşayır.